Bəzən həyat insanı elə bir nöqtəyə gətirir ki, hər şey sanki tükənir. Münasibətlər, iş, planlar, arzular. Bu anda sıfırdan başlamaq sadəcə şablon bir ifadə deyil, insanın özünü yenidən qurmaq cəhdinə çevrilir. Bəs həqiqətən də həyatda nələrəsə sıfırdan başlamaq mümkündürmü? Mümkündür. Mənim çox yaşım var, amma yenə də başlayıram. Olub, ailədə olub, nə bilim, işdə olub, amma ki, heç vaxt sınmamışam. Bir insandan qəlbi qırıldıqdan sonra yenidən onu düzəltmək çox çətin bir məsələdir. Gəl onun qarşısına elə bir insan çıxar ki, o yenidən onu düzəltməyə çalışar. Məncə. Sıfırdan başlamaq olur. Bəli. Bəli, olubdu. Mən ikinci təhsilimi almışam işimə görə. Yəni, hər şey sıfırdan başlamışam. Bu yaşda tələbə oldum və buna görə də sevinirəm ki, yenidən başladım və heç də peşman deyiləm. Psixoloq Qətibə Abdullayeva deyir ki, həyatında böyük itkilər yaşayan və ya uzun illər yanlış istiqamətdə irəlilədiyini anlayan insanlar üçün sıfırdan başlamaq həm ağrılı, həm də rahatlaşdırıcı bir prosesdir. Bu mərhələdə insan bir növ daxili təmizlənmədən keçir və öz dəyərlərini yenidən müəyyənləşdirir. Bunu iki tərəfli istifadə edir insanlar. Bəziləri həqiqətən də küllərindən doğmaq istəyir və fikirləşir ki, mən bu yaşadığım travma mənə çox tanışdır və mən bunu təkrarlamaq istəmirəm. Bunu özümdə həll eləməliyəm və həqiqətən də güclü olmalıyam. Bunun üçün küllərindən doğmağa başlayır və yəni yenidən sıfırlamaq istəyir həyatı və yenidən başlamaq istəyir. Bəzi insanlar isə bunu tam başqa cür istifadə edir. Yəni bu özünə inamsızlıqla bağlı olacaq bir şeydir. Keçmişi görmək istəmir. Yəni keçmişin üzərindən keçmək istəyir və yaxud da bir başqasına təsir eləmək, mən daha yaxşıyam, əlayam kimi göstərmək istədiyimiz bir obrazlardır. İnsan dəyişmək istəyirsə, əvvəlcə həyatındakı boşluqları, səhvləri və zərərli nümunələri görməlidir. Bu asan deyil, çünki insanlarda çox vaxt köhnə məni buraxmaq qorxusu yaranır. Mütəxəssis deyir ki, dəyişimin başlanğıcı kiçik addımlardır. Sadə gündəlik rejimdən yeni vərdişlərin formalaşmasına qədər hər detal insanın yenilənmə prosesini gücləndirir. Soruşsanız ki, hər dəfə insan yenidən başlamalıdırmı? Əgər bu müdafiə mexanizmidirsə, bu yönümdə xeyr, başlamamalıdır. Həqiqətən travmasını həll eləməlidir. Amma yox, həqiqətən bir travmatik bir olay yaşamışamsa, bundan bir nəticə çıxartmağa çalışıramsa, bu yönümdə bəli, sıfırdan başlamaq hər zaman insanlar üçün məncə qapılar açıqdır. Yəni insanlar bunu hər an eləyə bilərlər. Əgər keçmişlə üzləşmək istəmirsə, müdafiə mexanizmidirsə, o travma onunla davamlı yaşayacaq və həyatında tez-tez çöküşlər yaşayacaq. Amma travmanı həll eləyibsə özündə və yaxud da həll eləyə bilməyibsə, psixoloji bir dəstək almışsa, bu zaman təbii ki, sıfırdan başlaması ona bir problem yaratmayacaq. Psixoloqun sözlərinə görə, cəmiyyətin hər kəs uğur qazanmalıdır tipli təzyiqləri bir çoxlarını depressiyaya və ümidsizliyə sürükləyir. Halbuki sıfırdan başlamaq bəzən məğlubiyyət deyil, insanın həyatdakı istiqamətini dəyişmək, düzəltmək cəsarətidir. Belə mərhələdə insan özünü başqaları ilə müqayisə etməməlidir, çünki hər kəsin başlanğıc nöqtəsi və irəliləyiş tempi fərqlidir. Həyata sıfırdan başlamaq isə insanın geriyə dönüşü yox, özünü yenidən kəşf etməsidir. Ayşən Sərdar qızı, Üzeyir Ağayev, Xəbər Ertəsi.